Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bugün sizdən çox maraqlı deyəndə bugün bütün gündəmi zəbt edən məsələ lisey və gimnaziyaların qəbulunda edilmiş dəyişikliklərlə bağlı fikir mübadiləsi aparacağıq. Çox böyük rezonans doğurur. Bütün bu gün elə ona yaxın kütləvi informasiya vasitəsi və televiziyalar bununla bağlı müsahibə götürür. Və buna zəruriyyət var idimi bu ediləcək dəyişikliyə? Bu məsələni sizlə müzakirə edəcəyik. Eyni zamanda demək, lisey gimnaziyalarla bağlı bununla yanaşı bugün təhsildə baş verən müəyyən digər problemləri də sizdən birlikdə müzakirə edəcəyik. Xahiş edirəm ekran yayımı bəyənin və paylaşın. Və mən də qruplarda yayımı paylaşdıqdan sonra canlı yayıma başlayacağım və xahiş edirəm ekranı paylaşmaqda, yayımı paylaşmaqda dəstək olun. Doğrudan da imtahana 20 gün qalmış və sənəd qəbuluna bir həftə qalmış. Qaydaları dəyişmək, bu ancaq və ancaq səriştəsiz idarə etmənin təzahürüdür. Mən illərdir deyirəm və ki, təhsil sistemində nə qədər ki, təhsildən anlayışı olmayan şəxsləri biz gətirəcəyik və bu insanların təhsili idarə etməsi bu eybəcər şəkildə davam edəcək. Təbii ki, belə gözlənilməz, amma minlərlə insanın etirazına səbəb olacaq hallarda olacaq. Əslində Emin Əmrullayevin, mən sizə demişəm, missiyası Azərbaycan cəmiyyətində narazılıq yaratmaqdır. Və bu narazılıq yaratmaq missiyasını da bilirsiniz. Mərkəzi Avropa İnstitutundan, hansı ki, qrantlar vasitəsilə getmişdi orada oxumağa, onların demək həmin plan üzrədir. Əslində Emin Əmrullayev öz missiyasını demək olar ki, yerinə yetirib. Mən düşünürəm ki, bu məsələdə Emin Əmrullayev bacardığını eləyir. Salam, hər birinizi salamlayıram. Xahiş edirəm canlı yayımda bir salam, ya nəsə bir söz yazın ki, daha çox, bir də paylaşa bilməyənlər ən azı fikirlərini bildirin ki, siz nə qədər çox rəy yazacaqsınız, canlı yayıma eyni zamanda sizin dostlarınızdan daha çox insanlara gedib çatacaq. Mən də WhatsApp qruplarında, Facebook qruplarında paylaşdıq. WhatsApp qruplarında demək bu lisey gimnaziyalarla bağlı fikirlərimi paylaşın. Daha sonra isə bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq. Doğrudan ümumiyyətlə lisey gimnaziyaları nə vaxtda mərkəzləşdirilmiş qaydada həyata keçirilib bu qəbullar və bu lisey gimnaziyaların bu şəkildə qəbulun aparılması nə dərəcədə effektivdir, bunu da sizdən bir yerdə müzakirə edəcəyik. Mən bir neçə dəqiqə artıq WhatsApp qruplarının bir hissəsində paylaşdım. Digər qruplarda da paylaşın və ondan sonra sizinlə birlikdə məsələni müzakirə edəcəyik. Zəhmət olmasa siz də o vaxta qədər ekranı bəyənin və paylaşın, rəy yazın, rəy bölməsində fikirlərinizlə bağlı və düşünürəm ki, maraqlı bir canlı yayımız olacaq.
maraqlı bir canlı yayımız olacaq. Ümumiyyətlə, bugünkü qərar istənilən halda çox səriştəsiz bir qərardır. Mən həmişə demişəm, biz Çaxır zavodunun, belə deyək, şərabçılıq zavodunun və eyni zamanda digər çay fabrikinin, şəkər zavodunun əməkdaşlarını təhsil sistemində funksional vəzifələrə gətirdiksə, bu kimi problemlər əslində gözlənməz deyil. Yəni, mən təəccüb eləmirəm. Çünki ölkənin Elm və Təhsil Naziri Emin Əmrullayevdir. Və Emin Əmrullayev özünü əslində biraz o Axundovun əsərində olduğu kimi özünü avamlığa qoyur. Hamının gözündə güya bu düşünmədən danışan adamdır. Amma reallıq ondan ibarətdir ki, hər şey düşünülmüşdür. Məqsəd nə olursa olsun, Azərbaycan cəmiyyətində dövlət strukturlarına qarşı narazılığı yaratmaqdır. Emin Əmrullayevin missiyası Azərbaycanda budur. Və aydın məsələdir ki, Azərbaycan təhsili bugün idarə olunmaz vəziyyətdədir. Azərbaycan təhsili bugün idarə olunmaz vəziyyətdədir. Bu reallıqdır. Bunu artıq hamı bilir. Bunu şagird də bilir. Bunu müəllim də bilir, valideyn də bilir. Və nəticə etibarı ilə biz daha yaxşı bilirik ki, Azərbaycan cəmiyyətində bugün baş verənlər düşünülmüş şəkildə xalq arasında, cəmiyyət arasında süni narazılıq yaratmaq missiyası daşıyır və bu missiyanın başında da Emin Əmrullayev durur. Yoxsa ağlı başında olan, normal düşüncəli, adekvat bir nazir belə bir qərarı verməzdir. Demək, məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, bizim lisey və gimnaziyalar, ümumiyyətlə məktəbdə lisey və gimnaziyalar nədir? Əvvəlcə gəlin ilk öncə ona baxaq. Siz də paylaşımlar eləyin və bu rəy bölməsini qeyd eləyin, zəhmət olmasa. Rəy bölməsində fikirlərinizi qeyd eləyin və yaxud da ən azı izləyici və yaxud da önə çıxar işarəsi qoyun ki, sizin dostluğunuzda olan yoldaşları da gedib satsın. Və məsələ belədir. Lisey və gimnaziya nədir? İlk öncə gəlin ona baxaq. Azərbaycan Respublikasının qanunvericiliyinə görə lisey, texniki, təbiət, humanitar və təbiət yönlü, yəni bu sahə üzrə istedadlı olan, o cümlədən idman sahəsində istedadlı olan uşaqlar üçün yaradılmış ümumi təhsil məktəbidir. Gimnaziya isə yalnız humanitar, yalnız incəsənət, şahmat da ola bilər, yalnız şahmat yönlü bu sahə üzrə istedadlı olan şəxslər üçün təşkil olunmuş məktəblərdir, ümumi təhsil məktəblərdir. Bütün liseylər, o cümlədən humanitar təmayüllü gimnaziyalar ümumorta və tam orta təhsil səviyyəsində təşkil olunur. Yəni 5-11-ci siniflər üzrə təşkil olunur. Amma incəsənət və şahmat yönlü gimnaziyalar isə 1-ci sinifdən də bura uşaq qəbul edilə bilər. İndi ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları var. Nazirlər Kabinetinin 29 iyul 2020-ci tarixli 270 nömrəli qərarı və orada hər bir lisey, gimnaziyalara verilmiş meyarlar müəyyən olunur. O cümlədən orada internat tipli olan, yəni sutkalıq fəaliyyət göstərən və yaxud da ümumi təyinatlı, yəni sutkalıq olmayan məktəblər də var. İndiyə qədər belə idi ki, harca bir 5 il, 6 ilə qədər bundan öncə belə idi ki, hər bir lisey və gimnaziyanın özündə imtahan keçirilirdi və həmin lisey, gimnaziyanın təmayülünə uyğun olaraq, məsələn, fizika, riyaziyyat, informatika təmayüllü liseydə, məsələn, fizika və riyaziyyat, kimya, biologiyada, kimya və biologiya və s. humanitarda deyək, tarix və məsələn, deyək ki, Pişəvər adına gimnaziyada xarici dil üzrə və s.
ki, hansı ki bunlar keçirilirdi. Amma daha sonra fikirləşdilər ki, lisey, gimnaziyada oxumaq istəyənlərin sayı artır. Burada tələbat var və burada negativliyi var. Bax, məsələ oradadır. Və orada pul yığmaq olur. Neyə bunu mərkəzləşdi? Çünki bu ölkədə hamı düz işləmir. Bir dənə Emin Əmrullayev və onun fırıldaqçı dəstəsi, bandası, ancaq bunlar düz işləyirlər. Reallıq budur. Reallıq budur. Və nəticə etibarı ilə lisey, gimnaziyalarda imtahanı mərkəzləşdirdi. Təhsil Nazirliyi dedi ki, biz bunu edəcəyik. Bu nə vaxt baş verdi? Elnur Əliyevin Təhsil İnstitutuna direktor gəlməsindən sonra. Təhsil İnstitutu Azərbaycan Respublikasında yeganə elmi pedaqoji araşdırmalar aparılması olan fundamental, hətta elmi araşdırmalar aparılması elmi tədqiqat müəssisəsində Azərbaycanda yoxdur. Məsələn, Rusiyada, Qazaxstanda, digər ölkələrdə hətta akademiyalar var. Təhsil akademiyaları var. Yəni, bu Təhsil İnstitutunun işini görən. Amma bizdə isə Təhsil İnstitutudur və 34 şöbəsi var. Çox böyük, gigant bir Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan müəssisələrdən biridir. Yenə deyirəm, müəssisəsi yeni kurikulumları hazırlamaqdır, yeni metodologiyaları hazırlamaqdır və s. və s. İndi gətirib bazar adamını qoymuşuq o Təhsil İnstitutuna. Nəticə etibarı ilə demək, mərkəzləşdi. Bəs lisey, gimnaziyaları, imtahanları biz keçirdəcəyik. Və istedadlı uşaqlarla bir olimpiyadaları şəffaf keçirtməklə, orada da bir neçə kadr var, bütün əziyyət onların çiyini üzərindədir. Və adlarını çəkmək istəmirəm, bunu hamımız tanıyırıq, istedadlı uşaqlarla işləyən şöbə və orada deyək ki, Qarayev və onun bir neçə əməkdaşının üzərindədir bütün proses. Və Elnur Əliyevin burada pul qazanmaq sövdası ona gətirib çıxartdı ki, dedilər ki, yox, imtahanları Təhsil İnstitutu keçirəcək və bundan sonra lisey və gimnaziyaların imtahanları başladı Təhsil İnstitutu keçirmək. Və qısa bir zamanda çox effektiv bir nəticələr əldə olundu. Dünya Olimpiyadasında olan qaliblərinin sayı artmağa başladı. Hətta ilə 150, 160. Bu çox böyük nəticə deyil, amma illərlə ondan əvvəlki illərə nisbətən yaxşı nəticə. Və burada bir inkişaf yarandığı üçün rəqabət də yaranmağa başladı və nəticə etibarıyla nə edək? İmtahanları ümumilikdə mərkəzləşdi. Bugün bütün lisey və gimnaziyalara imtahan verənlər 3 fəndən imtahan verir. Azərbaycan dili, riyaziyyat, xarici dil. Və topladığı bala uyğun olaraq, təsəvvür edin, topladığı bala uyğun olaraq, deyək ki, fizika, riyaziyyat təmayülü üzrə oxumaq istəyən gəlir düşür humanitar təmayülü gimnaziyaya. Çünki o topladığı bala uyğun olaraq lisey, gimnaziyalara yerləşdirilir. Bu absurd bir düşüncədir. Bu rəsmən bu imtahan mexanizmi lağa, məsxələyə qoymaq kimi bir şeydir. Bu necə ola bilər? Uşağın riyaziyyat sahəsində istedadı var, riyaziyyat təmayülü oxumaq istəyir, topladığı bala görə o gəlib humanitar təmayülü gimnaziyada oxumalıdır. Bunu kimə danışsan, sadəcə gülər adama. Və ən maraqlı da odur ki, bunlar, bilirsiniz, hər şeydən pul qazanmaq. Təhsil İnstitutu, əslində onun missiyası istedadlı uşaqlarla iş metodologiyası yaratmaqdır. İstedadlı uşaqlarla, bunlar o qədər təhsildən anlayışsız adamdılar ki, istedadlı uşaqlarla iş 3-6 yaşda başlamalıdır. Dünyada IQ qabiliyyəti, intellekt səviyyəsini ölçən konkret düsturları var. Və ümumiyyətlə, yaş dövrünün xüsusiyyətləri də var. Bunlara erkən yaşlı dövrü deyirlər. Dünyanın bütün təhsil təcrübəsində İngilis dilini 3-4 cümlə öyrənməklə deyil. Əmrullayev və yaxud da ki, yaxında Elnur Əliyev, yaxın oturun, dinləyin. Dinləyin, eşitirsiniz? Məndən nə vaxt kosmonavt olsa,
Sizdən də o vaxt təhsil naziri və yaxud da təhsil işçisi və yaxud da ki, təhsil sahəsində bir rəhbər olar. Sizin təhsil sahəsində anlayışınız yoxdur. Təhsilin tınısından anlayışınız yoxdur. Ümumiyyətlə, idarə etmə qabiliyyətiniz yoxdur. Bazar adamısınız siz. Əmrullayev və yaxud da ki, Elnur Əliyev. Bu insanların bütün düşüncəsi, layihələr, təlimlər, imtahanlar pul qazanmaq. Mən üzümü buradan Emin Əmrullayeva tuturam. İndi bilmirəm, bu insanın ağlı başındadır, düşüncəsi başındadır, başında deyil. Nədirsə, mənə maraqlı olan odur ki, necə ola bilir ki, il boyu siz müvafiq lisey gimnaziyalarda 12 manatdan hər həftədə lisey gimnaziyalara sınaq keçirdiniz. Minlərlə insan hazırlaşır. 4'ü bitirib 5'ə, 5'i bitirib 6'ya, 6'nı bitirib 7'yə, 7'ni bitirib 8'ə. Hə, 9-cu sinifə qəbul eləmirsiniz. Keçən ildən bağlamışsınız bunu. Başa düşdüm. Bəs bu necə ola bilir ki? İl boyu siz 12 manatdan, cəmaatdan pul yığmışsınız. Hər dəfədə minlərlə şagird bu sınavlarda iştirak eləyib. Bu 12 manatları sizə ödəyib. Və valideynlər artıq lisey, gimnaziyaya hazırlaşdıran bir necə marker müəllimlər kimi bir müəllim camiyyəsi formalaşır. Canlı yayımı bəyənin və paylaşın. Rəy bölməsində məsələ ilə bağlı fikrinizi söyləyin. Demək, burada əsas məsələ nədir? Və burada il boyu aparılan minlərlə uşağın hər həftə iştirak elədiyi sınaq imtahanlar. Əgər siz yalnız 6-cı sinif üzrə qeydiyyat aparacaqsınızsa, yalnız 6-cı sinif üzrə. Bəs niyə 5, 6, 7-ci sinif şagirdlərini, yəni bütün bu şagirdlərin hamısını sınavlara çağırırız? Axı bunlar hər biri 100-150 manatdan müəllim tutublar. İl boyu hazırlaşırlar. Uşaqlar 2 qat yüklənir. 10 yaşlı uşağın günahı nədir? Emin Əmrullayev, Allahdan da qorxmursunuz. Yəni dövlətin qanunlarından qorxmursunuz. Allahdan da qorxmursunuz. O uşağın babalı tutarı, o uşaqların zülmü hesabına qazandığınız pul burnunuzdan fitil-fitil gələcək. Vallahi gələcək. Siz elə fikirləşirsiniz ki, Allah sizsiniz bu ölkədə. Yox. Allah, əgər yəni imansız, dinsiz adam istədiyi addımı ata bilir. Bu reallıqdır. Məsələ oradadır ki, demək, bütün addımlarda, bütün hallarda minlərlə şagird, hər həftə, ayda 4 həftə var. Sınaq imtahanlarına cəlb etməklə 12 manatdan və sonra da gəlib sənəd qəbuluna bir həftə qalmış elan edirsiniz ki, biz yalnız 6-cı sinif bitirən şagirdlərin sənədlərini götürəcəyik. Bu həyasızlıqdan başqa bir şey deyil də. Bu rəsmən həyasızlıqdan başqa bir şey. Şəxsən elə bir ki, zorla bizlə insanların beyninə batırmaq istəyirsiniz ki, ay cəmaət, narazılıq eləyin. Biz kimi dövlət strukturunda işləyənik, hökumət strukturunda işləyənik. Təbii ki, hökumətdən narazı olacaqsınız, dövlətdən narazı olacaqsınız. Emin Əmrullayevin missiyası budur. Mən hər dəfə də deyirəm. İnsan Azərbaycan tarixinin istər Sovet, istər müstəqil ən uğursuz naziridir. Və bütün aləm təhsili dağda gedir. Arada da təlxə kimi çıxır brifinqlərə. Başlayır gülməyə, xırıldamağa, danışmağa və nəticə etibarı ilə yenə də öz işindədir. Mən sizə sual edirəm. Bu harda görünüb? Harda görünüb ki, lisey, gimnaziyalara qəbul, deyək ki, bu uşaqlar 10 yaşlı uşaqlardır, 4-cü sinif uşaqları hazırlaşırlar, 11 yaşlı uşaqlardır, 12 yeniyetmə və uşaq dövrü olan uşaqlardır. Bunlar əlavə olaraq həftədə 5 dəfə
bəziləri 6 dəfə bunlar müəllimin yanına gedirlər və ayın 5-i sənəd qəbuludur. Ayın 20-sinə qədər imtahandır. İndi elan edirlər ki, yox, bəs imtahan yalnız 6-nı bitirənlər üçün olacaq. Mən soruşmaq istəyirəm. Əgər imtahan yalnız 6-nı bitirənlər üçün, cəmi 2 həftə bundan qabaq, 1 həftə bundan qabaq keçirdiyiniz sınaq, minlərlə insandan 12 manatdan pul yığmışsınız ki, sınaq təşkil edir. Bu pulları niyə yığırdınız? Yəni siz 1 həftə bundan qabaq da bilmirdiniz ki, bu imtahanı keçirməyəcəksiniz. 2 həftə bundan qabaq da bilmirsiniz. Bu fırıldaqlıq deyil, nədir? Bu fırıldaqlıq deyil, nədir? Və ikinci bir tərəfdən təhsil institutu nə vaxtdan imtahan keçirməklə məşğuldur. Təhsil institutu istedadlı uşaqlarla lise gimnaziyalar üçün birmənalı şəkildə istedadlı uşaqlarla iş metodologiyasını hazırlamalıdır. Hazırlaya bilirmi? Hazırlaya bilmir. Hələ 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasında konkret göstərilir ki, hər bir istedadlı uşaq üçün fərdi inkişaf planlarının hazırlanması və bunun metodologiyasının hazırlanması. Təhsil institutu bunu hazırlamadan lise gimnaziyaları imtahan keçirdir. Bu həyasızlıq deyil, nədir? Bugün Azərbaycanda bütün lise gimnaziyalar bunlar fərqli proqramla, xüsusi proqramlarla təhsil həyata keçirilirlər. Yaxşı, sual olunur. Necə ola bilir ki, Lerikin Conu kəndi, Oğuzun Kərimbəyli kəndi, deyək ki, Qusarın Həmiyə kəndində də uşaq eyni dərsliklə və yaxud da Bakının 100 nömrəli məktəbində uşaq eyni kitabla, eyni vəsaitlə hazırlaşır. Fizika, riyaziyyat, informatika təmayüllü lise, kimya, biologiya təmayüllü lise və yaxud da ki, digər lise və gimnaziyalar və eyni dərsliklə hazırlaşır. Bugün lise gimnaziyaların müəllimlərinin hazırladığı dərsliklər bazarda əl-əl axtarılır. Axı, necə ola bilər 10 saatlıq dərs, həftəlik dərs saatı olan fəndə eyni kitabdan dərs keçir, dərslik eynidir. 5 saatlıq həftəlik dərs saatı olanda eynidir. 3 saatlıq olanda eyni kitabdan. Buna təhsil mi deyilir? Təhsil institutu indiyə qədər lise gimnaziyalar üçün dərsliklərin hazırlanması ilə niyə məşğul olmuyor? Təkrar edirəm, qanunvericiliyə uyğun olaraq istedadlı uşaqlarla işləmək üçün fərdi iş metodologiyalarını niyə hazırlanmıyor? Ümumiyyətlə, istedadlı uşaqlarla işləmək üçün hansı işlər görülür? Olimpiyadalar keçirilir, lise gimnaziyalar. Bugün lise gimnaziyalarda oxuyan hər 100 nəfərdən 100 nəfər də repetitor yanına gedir. Utanmadan bir də elan edirlər. Gəncədə filan liseyin 90% müəllim yanına getmədən ali məktəbə qəbul olunur. Yalan danışırsaq. Utanmasan oynamağa nə var ki? Bilirsiniz, sıravi bir insanın həyasızlığı onun əxlaq məsələsidir. Vəzifəli bir insanın vəzifə mövqeyindən istifadə edərək yalan danışması, insanların heysiyyatı ilə oynaması, bu artıq şərəf məsələsidir. Mən düşünürəm, Emin Əmrullayev yəqin ki, bu gecə hansı pultda oturacaqsa, bu qərarları qəbul edən yoldaşlarla, bu gecəki yığıncaqda, çünki bunlar gecə otururlar, toplaşırlar səhərə qədər, orada nə qərar verirlər, birisi səhərsə elan olunur. Mən düşünürəm ki, bu normal ağılla qəbul ediləsi qərar deyil, normal ağılla verilmiş qərar deyil. İndi bugün hansı pubda yığılacaqlarsa, hansı restoranda yığılacaqlarsa, yəqin ki, bugünkü etirazları, insanların püskürmələrini bir nəzərə alacaqlar
və bu qərarı dayandıracaqlar. Mən inanmıram. Yəni o ağılda insanlar deyil. Çünki bunu məqsədli şəkildə eləyirlər. Məqsədləri də odur ki, ölkədə narazılıq çox olsun. İnsanlar daha çox narazı olsun. Bu süni narazılıq yaratmaqdır. Təbii ki, Emin Əmrullayevin hansısa bir şəxsi müəssisəsi deyil ki bu. Dövlət strukturudur. Hökumətin bir qoludur. Təbii ki, sən dövlətdən, hökumətdən səni narazı salmaq üçün Emin Əmrullayev edir və Sorosda o vəsaiti Emin Əmrullayevin xaricdə oxumasını ona görə maliyyələşdirməyib ki, Emin Əmrullayev gəlib Azərbaycana fayda versin. Sorosun maya qoyduğu, maliyyələşdirdiyi bütün insanlar və yaxud da bunların tam böyük əksəriyyəti məhz lazım olan vaxtı lazım tapşırığı yerinə yetirmək üçün. Lazım missiyanı demək, missiyanı yerinə yetirmək üçündür. Nəticə etibarı ilə Emin Əmrullayev də bu missiyanın öhdəsindən çox belə ustalıqla gəlir. Və məsələ burada əsas budur ki, bu lise gimnaziyalarla bağlı verilmiş bu ağılsız qərar. Bunu əgər vermək fikriniz var idisə, və ümumiyyətlə lise gimnaziyaları bağlamaq istəyirdisə, ən azı oktyabrda bunu elan edərsiniz. Yaxşı insan var, gedib borc alıb, kredit alıb, faiz alıb ki, övladı oxusun lise gimnaziyalarda. İndi fikirləşir ki, hamı lise gimnaziyada oxusa hər şey yaxşı olacaq. Daha bilmir ki, lise gimnaziyada repetitorluq, adi məktəblərin nisbətən repetitorluqdan 2 dəfə çoxdur. Bax, məsələ buradadır. Və burada qanunvericilik isə tələb edir ki, lise gimnaziyalarda, humanitar təmayüllü gimnaziyadan söhbət gedir və liseylərdə 5-11-ci siniflər olur. Bunlar öz aralarında otururlar, hansı restoranda, hansı pubda otururlar. Sabah belə eləyir, bəli, sabah belə eləyir. Sabah elan elərlər ki, belə olacaq. Yaxşı, Təhsil Institutunun səhifəsində paylaşdım. Bu əmri kim verib? Var mı əmr? Yox. Biz belə müəyyən edirik ki, bu qaydalar belə olacaq. Hə, Təhsil Institutunun, Təhsil Nazirliyinin sayti bunlardadır. Ya, rəsmi saytda. Rəsmi saytda rəsmi əmr olacaq. Rəsmi saytda nəyisə dərc olması hələ ona hüquqi əsas vermir. Hələ hüquqi əsas vermir. Bax, məsələ oradadır. Hələ hüquqi əsas vermir. Əmr olmalıdır. Var mı əmri? Yoxdur. Lap belə istəyirlər. Zamanı onların zamanısıdır. Nə istəyirlər, eləyirlər. Yəqin ki, bir gün buna görə də cavab verəcəklər. Amma sual olunur. Siz əgər bunu eləyəcəkdirsə, təkrar eləyəm, 1 həftə, 2 həftə bundan öncə o 12 manatdan keçirdiyiniz o sınaqlara o uşaqlar niyə elan dəvət edirsiniz? Bax, məsələ buradadır. Ona görə Emin Əmrullayevin Azərbaycan təhsilindəki fırıldaqları bitmir ki, bitmir. Kenguru əməliyyatının, kenguru fırıldağının üstünü açdı. Ən azı kengurudan gələn pullar dövlət hesabına keçdi. Emin Əmrullayev və Elnur Əliyevin şəxsi ciblərinə getmədi, hər il olduğu kimi. Və indi isə bax bu lisey məsələlərindədir. Görün necə işləyir. Fikir verirsinizmi? Sadəcə bu lisey gimnaziyaların bir imici var. İmici var. Əvvəlcə bir neçə il çalışdılar. Lisey gimnaziyalarda nəticələrin yaxşılaşdırılması üçün olimpiyadada uğurlu nəticə göstərən şəxslər demək, lisey gimnaziyalara qəbul edildilər imtahansız. Lisey gimnaziyaların nüfuzunu bir qədər qaldırdılar. Daha sonra isə baxın, lisey gimnaziyaların üzərində hansı hiyləgər oyunlar oynayırlar. Məlum məsələdir ki, burada əlavə vəsait, əlavə pul toplamalıdır. Mən birmənalı şəkildə bu məsələni qınayıram, amma təəccüblənmirəm də.
Çünki Azərbaycan təhsilinin başında Emin Əmrullayev durur. Və mən çox istərdim ki, Emin Əmrullayevi məcburi tibbi müayinəyə göndərsinlər. Bu adamın psixoloji, mən belə düşünürəm və psixologisi yerində deyil. Elnur Əliyev zaten bilinir ki, bu psixoloji xəstədir, bu fiziki qüsurundan da əlavə, buna bir söhbət edirsən, hiss edirsən ki, onun psixologisi yerində deyil. Buna Təhsil İnstitutu da bilir, Təhsil Nazirliyi də bilir, MÜT da bilir, təhsil cəmiyyəti də bilir. Onunla bir dəfə üz-üzə qalıb iki kəlmə danışan insanlar bilir ki, insanın psixologiyası pozulub bu. Biraz da onun o Allah şəfa versin, bu sağlamlıq imkanlarının məhdud olması, bir qədər sağlam adam görəndə ümumiyyətlə çox aqressiv yanaşır, qısqanclıqla yanaşır ki, onun ətrafında olanlar sağlam, fiziki cəhətdən sağlamdırlar. Amma əsas məsələ fiziki cəhətdən insan sağlam ola bilər, qüsurlu ola bilər, bu Allahın işidir, insanın özünün psixoloji cəhətdən problemi var. Amma Emin Əmrullayevlə bağlı, mən düşünürəm ki, Emin Əmrullayev hökmən məcburi psixoloji tibbi müayinəyə getməlidir. Bu insan bu qərarları verirlər, özdəki yəni onsuz bu qərarı verməzlər, çünki Təhsil İnstitutu onun şəriki Elnur Əliyevdir və düşünürəm ki, orada hökmən Emin Əmrullayevin adı var. Əgər Emin Əmrullayevi heç kim saymırsa, ən azı gedib aparatda yalvarsın, xahiş eləsin ki, bu onun işi deyil də, onsuz da onu heç kim saymır. Nazir kimi də çıxışları da, danışığı da artıq cəmiyyət ikrah hissi oyadır və insan 2-3 aydan bir dağda yenə təkrar çıxır, orada hırıldayır, gülür, filan eləyir, alına gələn deyir. Bəzən adam oturub fikirləşir ki, bu axşam yatmayıb, psixoloji cəhətdən anlaqlı vəziyyətdədir, anlaqlı vəziyyətdə deyil. Amma istənilən halda məcburi tibbi müayinəyə göndərilməlidir. Belə, yəni çıxış yolu nədir? Çıxış yolu birinci növbədə bu qərarlar olmalıdır. Nə eləyəcəksinizsə oktyabrdan elan olmalıdır. 2. Lisey gimnaziyaların özləri bir institutdur bunlar. Lisey gimnaziyalarda birmənalı şəkildə demək, orada öz dərslikləri olmalıdır. Lisey gimnaziyada oxuyan hər bir uşaq pedaqoji baxımdan bir tədqiqat mənbəyi olmalıdır. Lisey gimnaziyaları publik hüquqi şəxsə ilk növbədə çevirmək lazımdır. Lisey gimnaziyalarla bağlı ölkədə reyting sistemi qurulmalıdır. Ancaq lisey gimnaziyalarla. Sən fizika, riyaziyyat, informatika təmayülü ilə Şəkinin Oxud kəndində olan məktəbi eyni siyahıya duranda hamı bilir ki, bu birinci yerdə olacaq, o da sonuncu yerdə olacaq da. Aydındırmı? Reallıq budur da. Bütün lisey gimnaziya. İndi lisey gimnaziya 32 liseyi eləyiblər mərkəzləşmiş qaydada imtahanla. Yerdə qalan liseyləri isə öz adına, yəni bura daxil ola bilməyən kim gəldi bunları görün baxım elədi. Hə, bunları deyək ki, Zərfi Əliyev adına liseyə, Slavyan Universitetinin liseyi, digər liseylər ki, hansı ki o 32-liyə daxil deyil, o liseylərə yerləşdirəcəklər. Bazar. Çünki adam özü bazar adamıdır. Və bu boyda bazarda şərikliyə bir yerdə idarə edir. Bu qədər sadə. Və hökmən bu lisey gimnaziyalarla bağlı addımlar atmaq lazımdır. Bunlar dediyimiz kimi, onların idarə olunmasından tutmuş, maliyyələşməsindən tutmuş, özlərinin dərslik siyasəti, yəni müəyyən muxtariyyət verilməlidir onlara. Bu necədir? Bütün gün imtahan, nə bilim, bizim lisey gimnaziyalar, demişdim sizə, fizika, riyaziyyat, təmayülü gimnaziya, lisey bir ildir məktəb direktoru yoxdur. Kimya, biyologiyada təzə təyin edirlər. Bu nə deməkdir? Nə deməkdir? Hansı ağınla bunu idarə edirlər? Görünən odur ki, bu idarə eləmək sistemi dağıtmağa xidmət edir. Amma biz təhsil mütəxəssisləri, biz öz aramızda da danışırıq problemləri. Düşünürəm ki, bir dəyirmi masa təşkil eləmək olar, təkliflərimizi dinləsinlər. Lisey gimnaziyalara baxış dəyişsin. Yəni, təhsildə bazar ruhu ilə təhsil idarə eləmək bu ən azı vicdansızlıqdır. Yəni, bu dövlətə, bu cəmiyyətə qarşı xəyanət yoludur.
Təşəkkür edirəm hər birinizi. Dinlədikdən sonra da videonu paylaşmağı unutmayın. Və lise gimnaziyalarla bağlı vəziyyəti siz hamıdan yaxşı bilirsiniz ki, orada hansı bazarı açıblar. Amma reallıq da ondan ibarət ki, bu imtahan məsələsi də bu artıq daha pikdir. Daha çox insanı narazı salmaq üçün bunlar bu şəkildə addım atırlar. Yoxsa sən hər həftə 2000-3000 adamdan 12 manatdan pul yığınaq ki, gəl sınağa gəlsən, sonra da deyinək ki, yox, ancaq 6-nı bitirənlər mən sənədlərini götürəcəm. Bu da böyük. Bu da dediyimi sübut edəsi haldır. Təşəkkür edirəm. Video bir qədər sonra Tam TV Yaşan Qafarov YouTube kanalında yüklənəcək. Və videonu bəyənin, paylaşın, müəllim yoldaşlara göndərin və bu əcaib və ənrəvadi qərarla bağlı fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Gecəniz xeyrə qalsın. Sabah da bizim müstəqillik günümüzdür. Müstəqillik günümüzlə bağlı hər birinizi təbrik edirəm. Allah dövlətimizi qorusun və dövlətin idarə etmə strukturlarında bu kimi xain mövqe duran, cəmiyyəti qarışdıran insanların sayının az olması və yaxud da tamamilə olmaması arzusu ilə bayramımız mübarək.